İngilis dilini öyrənəndə əsas tələlərdən biri bilirsiniz nədir? Onu sistemsiz oxumaqdır. Bir çox tələbə deyir, İngilis dilini öyrənmişəm, amma nəticə yoxdur. Yəqin ki, problem məndədir. Amma problem heç də səndə deyil. Əsl problem burada sistemin olmamasıdır. Sistemsiz öyrənəndə bugün qrammatika, sabah sözlər, biraz videoya baxarsan, bu dilləməni deyirlər, başa düşməsən də olar, sonra başa düşərsən. Yenidən sıfırdan başlama. Nəticədə bütün biliklər sadəcə qarışır. Sözlər danışığa keçmir və danışanda isə tələbədə sadəcə blok yaranır. İnsan oxuyur, amma başa düşmür. Nə əsasdır, ardıcılıq necə olmalıdır, bildiklərini necə istifadə etməlidir. Bu tələbənin həm vaxtını alır, həm də motivasiyasını öldürür. Tələbə düşünür ki, mən ingilis dilini öyrənməyə bacarmıram. Əgər sistem yoxdursa, heç sürət də kömək etmir. Sürətli kurslar çox vaxt yalnız bir xaos yaradır. Yaxşı xəbər odur ki, çıxış yolunuz var. Bizim metodikada dərslər dəqiq strukturlu şəkildə geçirilir. Sadədən mürəkkəbə gedirik, qrammatikanı başa salırıq, sözləri dərhal danışığa keçiririk. Nəticədə tələbəni yox, öz yanaşmamızı tələbəyə görə dəyişirik. Problem səndə deyil, problem sistemsiz öyrənməkdədir.